Azərbaycanlılara qarşı 10 illiklər boyu planlı və məqsədli şəkildə həyata keçirilmiş işğal, soyqırımı və etnik təmizləmə siyasəti hüquqi baxımdan təkcə silahlı münaqişə kontekstində qiymətləndirilə bilən hadisələrdən ibarət olmayıb. Bu siyasət mülki əhalinin məqsədli şəkildə hədəfə alınması, kütləvi qətillər, yaşayış məntəqələrinin sistemli şəkildə dağıdılması, insanların zorla köçürülməsi və fundamental insan hüquqlarının ardıcıl və davamlı pozulması ilə xarakterizə olunub. Sözügedən əməllər beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun və silahlı münaqişələr hüququnun əsas prinsiplərinə zidd olaraq həyata keçirilib və beynəlxalq cinayət hüququ baxımından ağır hüquqi nəticələr doğurub. Xocalı soyqırımı bu siyasətin ən dəhşətli və hüquqi baxımdan ən ağır nəticələrə malik nümunələrindən biri kimi xüsusi yer tutur. Hüquqi təhlil baxımından Xocalı hadisələri Azərbaycanlılara qarşı törədilmiş cinayətlərin mahiyyətini bütün komponentləri ilə ortaya qoyur və bu əməllərin sistemli xarakter daşıdığını sübut edir. Bugün Azərbaycan dövləti öz suveren hüquqlarını bərpa edərək işğala son qoyub, ərazilərini azad edib və uzun illər cəzasız qalmış ağır cinayətlərin hüquqi müstəvidə qiymətləndirilməsi istiqamətində ardıcıl və prinsipial addımlar atır. Bu mərhələ hüquqi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Çünki ilk dəfə olaraq 10 illiklər ərzində faktiki toxunulmazlıq şəraitində fəaliyyət göstərmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunub. İşğal və soyqırımı siyasətinin planlaşdırılmasında və icrasında iştirak etmiş əsas fiqurlar saxlanılaraq Azərbaycan Respublikasının yurisdiksiyası çərçivəsində məhkəmə qarşısına çıxarılıb. Aparılmış geniş və kompleks məhkəmə baxışları zamanı faktlar, sübutlar, şahid ifadələri və rəsmi sənədlər sistemli şəkildə təhlil edilib. İstintaq materiallarının hüquqi analizi göstərib ki, işğal siyasətinin hazırlanması və icrasında iştirak etmiş şəxslər ayrı-ayrı müstəqil fəaliyyət göstərən subyektlər deyil, vahid məqsədə xidmət edən strukturun tərkib hissəsi olublar. Məhkəmə prosesi ayın 5-də yekun mərhələyə çatıb və təqsirləndirilən şəxslər barəsində hökm elan edilib. Məhkəmə müəyyən edib ki, bu şəxslər təcavüzkar müharibənin planlaşdırılması və aparılması, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri, mülki əhaliyə qarşı zorakılıq, terror fəaliyyəti, habelə qanunsuz silahlı birləşmələrin yaradılması və idarə olunması kimi ağır cinayət əməllərində iştirak ediblər. Məhkəmə hökmü ilə Arayik Xarutunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan barəsində ömürlük azadlıqdan məhrum etmə cəzalarının tətbiq edilməsi onların işğal siyasətində həm qərar verici, həm də icra edici mərkəzi fiqurlar olduqlarını hüquqi baxımdan təsdiqləyib. Arkadi Qukasyan, Bako Sakyan və Madat Babayan da verilmiş ittihamlarda təqsirli bilinib. Qukasyanla Sakyan ayrılıqda 20, Babayan isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuş Ruben Vardanyan 2022-ci ildə Qarabağda mövcud olmuş qanunsuz separatçı rejimə qoşularaq onun əsas siyasi və maliyyə dayaqlarından birinə çevrilib. O özünü dövlət naziri elan edərək separatçı qurumun maliyyələşdirilməsi, idarə olunması və beynəlxalq əlaqələrinin qurulmasında fəal iştirak edib. Onun fəaliyyəti qanunsuz silahlı birləşmələrin saxlanılması, təchiz edilməsi və fəaliyyətinin davam etdirilməsi ilə bilavasitə bağlı olub. 2023-cü ildə Ruben Vardanyan saxlanılaraq Bakıya gətirilib. Hazırda Ruben Vardanyanın işi üzrə məhkəmə prosesi davam edir.